Salam. Sizinlə 2 hissəli və 3 hissəli formaları keçdik. Bax, xüsusilə 3 hissəli formalarda rondallıq var. Belə baxanda sadə 2 hissəli formaya baxaq, orada da var, görə bilərik. Kiçik də olsa, cümlə həcmində də olsa, cümlə səviyyəsində də olsa. Nə vardı bizdə? İkinci periodumuzun ikinci cümləsi adətən birinci periodumuzun ikinci cümləsini və yaxud birinci cümləsini təkrar edirdi. Bax, təkrarlıq rondo dairə deməkdir onsuz da. Yəni bir nöqtədə başlayır, dönür, həmin nöqtədə bitir, təkrarlanır. Davamlı olaraq eyni yeri təkrar edir, davam edir həmin istiqamətdə. Burada da məsələn A-dan başlayır, B-yə gedir, amma sonra yenə A-ya qayıdır. Sadə 2 hissəli formalarda ən ibtidai şəkildə rondallıq bax belə olur. Ümumiyyətlə harda A, B, A təkrarlıq gördüksə orada rondallıq var. O rondal sayılır. Rondo yox. Rondal, yəni A-ya qayıdış, əvvələ qayıdış mümkündür, var. 2 hissəli formaları çıxıram. Bu istər qatlı 2 hissəli forma olsa belə. Burada da təkrarlıq var yenə. Baxın AB, AB. Yəni hissə əməlli başlı forma, daha doğrusu AB forması bir də təkrar olur. Cüzi dəyişiklik ola bilər A-da və yaxud B-də. Bax, burada da rondallıq var, təkrarlıq var. Amma mənim indi sizə bəhs eləyəcəyim həm indi rondoya bənzər formaları, həm də əməlli başlı dəqiq rondo formasını izah eləyəndə onun ən çox bənzəri bax 3 hissəli formada özünü göstərir. İlkin olaraq bura baxaq. Bax, burada əməlli başlı təkrar var. A, B, A hissə səviyyəsində, hissə həcmində, cümlə həcmində yox. Əməlli başlı hissə olaraq. Bu sadə 3 hissəni də keçdim. Daha çox bizim bu rondal formaya yaxın olanımız qatlı 3 hissəli formadır. Yadımıza salaq istəyirsiniz görək qatlı 3 hissəli formamız necə əmələ gəlmişdi? İlkin qatlı 3 hissəli formalar necə idi? İbtidai, yəni bu qatlı 3 hissəli formanın atası deyim. Baxın, İngilis şeitalarına sizə bu nümunəni göstərmişdim. Necə idi? Burada bax, bu passe-pied rəqsi. Buna passe-pied də deyilir, amma doğru tələffüz Passe-pied. passe-pied. Fransızcada belə tələffüz olunur. Bu rəqs birinci çalınırdı, düzdür. Ondan sonra ikinci rəqs başlayırdı. Daha sonra aşağıya baxaq nə yazılıb. Passe-pied birinci, da capo. Yəni birinci passe-pied'ə qaydırıq, onu təkrar edirik. Nəticə etibarilə A, yəni birinci rəqs, B, bax bu ikinci rəqs. Ondan sonra təzədən yenə A. Birinci rəqsə qaydırıq. A, B, A. Bu forma həm rondaldır, çünki A-ya dönüş var, qayıdış var. Həm də qatlı 3 hissəli formanın forma olaraq onun bir xəbərçisi, bir mənbəyi sayıla bilər. Belə nümunələr. Sadəcə bu nümunə yox. Mən demirəm qatlı 3 hissəli forma bu əsərdən əmələ gəlib. Bu sadəcə bir nümunədir. Bəzən olur, menuetlərdə olur. Bax, birazdan baxacağıq hələ. Menuet biri səslənir, sonra o biri səslənir, ikinci menuet. Ondan sonra birinci menuet yenə səslənir. Səhv eləmirəmsə, o fransız suitalarında, bu İngilis suitalarında. Fransız suitalarında o menuet var, təkrarlanan menuet. Hansı ki, mürəkkəb 3 hissəli forma təəssüratı yaradır. Bizim bu dərsimizə qayıtsaq, bax, rondoya bənzər forma, rondal formalar, rondo şəkilli formalar. Bax, bunun da ilkin başlanğıcı, ibtidai şəkli. Həmin bayaq göstərdiyim bax misali, yəni buradakına çox oxşuyur, buradakı misala. Sizə belə açıq izah edeyim. Baxın, Brandenburg konsertlərindən birinci konsertdə menuet başlayır. Davam edir. Burada bitir menuet və fine söz görürük. Bir də deyirəm, bu fine deyil, fine. İtalyancadır, bitiş deməkdir. Final sözü bax, buradan əmələ gəlib. Bu bizə nəyi göstərir? Bu onu göstərir ki, demək burada nəsə da capo var. Boş-boşuna yazılmayıb bu. Və davam edirik. Trionu ifa edirik. Ondan sonra baxırıq, burada da capo gördük. Hələ ki bu yazılara girmirəm. Bax, bu ardıcılığı triodan sonra gəlir polakka. Polakka nədir? İtalyancadır bu. Bizim bildiyimiz polonezdir. Polyak rəqsi. Onun ardınca bax, yenə da capo görürük. Və sonra bir dənə də trio gəlir. Və əsər burada bitirmi? Bitmir. Qaydırıq menuetə, fine də bitəcək. Mən bu rəqslərin ardıcılığını, trioların filan ardıcılığını bu şəkildə yazdım. Demək, ardıcılıq belə gəlir. Menuet, bu bizim A. Trio olsun B, polonez C. İkinci triomuzda B1 deyə işarələdim. Nəticədə triodur. Gələk buradakı terminlərimizə. Notda düzülüş bu şəkildədir, düzdür. Amma ifa zamanı bizdən təkrarlar istəyəcək. Çünki bayaq gördüyümüz yazılar, amma diqqətə almadığımız yazılara indi baxaq görək bunlar nə deyir. Trio bitəndən sonra bax, menuetimizi çaldıq birinci A, bu tamam. Ondan sonra trio gəldi. Bunu da ifa etdik, tamam. Bu da getdi. A, B hazır. B bitəndən sonra bax, bura yazır. Menuetto da capo e poi la polacca. Deyir ki, menuetə qayıt ən başa və oradan o bitəndən sonra polakkaya keç. Yəni bax, bir sonrakına keçəcəyik. Demək, menuetə yenə qayıdırıq. Bax, buradan göstərirəm. Menuetə qayıdırıq. A-ya qayıtdıq. O bitəndən sonra deyir polakkaya, yəni C-yə keç. Bu C-yə də keçdik. Bizdə nə oldu? Menuet, trio. Menuet, polonez. Polonezdən sonra görə bizdən nə istəyir? Yazıb menuetto da capo e poi li trio. Yenə menuetə qayıdırıq və sonra trioya keçirik.
İkinci trio. Çünki birinci artıq ifa olunub. Bir dənə də main unitə qaydırıq. Yəni A-ya qaydırıq və sonra ikinci trio. Bax B1-ə qaydırıq. A-ya qayıtdıq, sonra B1-ə qayıtdıq. B1-i də ifa edəndən sonra bax axırda yazır. Menetto da capo sino alla fine. Ən başa bir dəfə də qaydırıq main unitə və fi-nə də bitiririk. Nəhayət ki bitir. A-da bitir. Diqqət etdinizsə, bax main unitlər dəyişmədi. Olduğu kimi təkrar oldu. Ona görə mən A1 filan yazmadım. A. 4 dəfə keçdi main unit. Triolar dəyişdi. Bir trio başqaydı, ikinci trio başqaydı. Ona görə B1 yazıram. Niyə B? Çünki nəhayətində triodur. Başqa rəqs deyil. Burada bir epizod da verə bilərdi trio əvəzinə. Amma trio verib. Və polonezimiz bir dəfə keçir. O da olub bizim epizodumuz. C. Bu rondo sayılırmı? Bizim bildiyimiz klassik rondodurmu? Yox. Ona görə ki, refren nədir? Hər dəfə təkrar olan isə bizdə refrenimiz A-dır. Epizodumuzda var. Tamam. Amma bax bu B və B1 dəqiq rondo formasını pozur. Bu halda buna deyirik rondoya bənzər forma, rondal forma. Mən bunları niyə dedim sizə? Bu rondoya bənzər formalar birazdan başqa növləri var. Bax burada baxacağıq. Onların da eyni ilə qatlı üç hissəli formanı ki, qədim suitalarda rəqslərin təkrarlanması əmələ gətirmişdi ilkin variantını. Həmçinin rondoya bənzər formalarda bax, barokko dövründə bu şəkildə rəqslərin, trioların filan, bax bunların belə təkrarlanması, növbəli şəkildə təkrarlanması nəticəsində deməyim, yəni başlanğıc etibarilə bunlardan doğaraq bu formalar, rondoya bənzər formalar əmələ gəlib. Həmçinin rondo forması belə səbəblər üzündən əmələ gəlir. Rondallıq hər yerdə var. Bizim milli musiqimizdə var. Nəinki bizim milli musiqimizdə. Bütün dünya xalqlarının musiqisində, xalq musiqisində rondallıq var. Götürək bizim tərəkəmə xalq rəqsimizi. O tərəkəmə rəqsinin əsas quruluşu rondodur. Rondallıq harda ki təkrarlama var. Bax A, B, A, C, A, B1A. Ola bilərdi bunun arxasınca C1A gələrdi. Bu rondo sayılırmı? Yox. Amma rondallıq var. Arxasınca B gəlməzdi. C2A gələrdi və s. Bax bu şəkildə təkrarlı olanlar rondal formalardır. Təmiz rondo ayrıdır. Onu bax gələn dərs deyəcəm. Bu dərs Güngör barədə dedim, amma gələn dərs əməlli başlı təmiz rondo haqqında danışacağıq. Bu dərsimiz rondoya bənzər formalardır. Bunlardan ən bilinəni keçən dərs demişdim. ABA, BA. Keçən dərs dediyim, yəni qatlı üç hissəli formalarda izah eləmişdim. O daxili təkrarlar filan. Bax ABA, əgər reprizada BA keçirsə, bu artıq 5 hissəli forma əmələ gətirir. Əsas məsələlərə baxaq. 3 əsas rondoya bənzər forma halı var. Hal deyirəm bunlara, bax, bu halda ola bilər, bu halda ola bilər və yaxud türk rondosu. Bu bir növdür. Bu rondodur. Əslində rondo növüdür. Bunu bir balaca ayırıram. Bunlar rondoya bənzər növlərdir. Bu isə təmiz rondodur. Amma rondonun da bir növüdür. Bəzi qaynaqlarda, niyə bu dərsdə izah edirəm? Bəzi qaynaqlarda buna refren əlavə edilmiş, nə bilim, qatlı üç hissəli forma filan deyirlər. Rondoya bənzər forma deyirlər. Əslində elə deyil. Birazdan baxacağıq niyə elə deyil. Demək, ümumiyyətlə götürsək, rondoya bənzər forma nəyə deyilir və yaxud rondo şəkilli formalar refrenlik prinsipinə əsaslanır, yəni təkrarlıq. Təkrar olan hissələr refren olur. Bayaq burada yazmışdım. Baxın, burada neçə dənə təkrar yazdım. C özü 3 dəfə təkrar olur. Çox da ki, dəyişilmiş şəkildə. Dəyişməsə də olardı. Və yaxud A özü neçə dəfə təkrar olur. Bax, refrendir. B təkrar olur. Dəyişilmiş olsa da refren. Burada 3 dənə refren var. A, B, C hamısı da refrendir. Növbəli şəkildə dəyişir, təkrar olur. Belə hallar rondallıq sayılır. Rondoya bənzər hal olur, forma olur. Bunlardan qatlı üç hissəli formaya nisbətən daha çox oxşayanlar var. Hansı ki, onu bəzən qarışdırırlar. Sizə də ona görə izah edirəm ki, bunları ola bilər rastınıza çıxar, qarşınıza çıxar. Bir baxarsınız ki, həm rondodur, indi rondo nədir, onu da gələn dərslərimizdə öyrənəcəksiniz. Bu rondodur yoxsa qatlı üç hissəli formadır, siz çaşbaş qalmayasınız deyə belə hallar da var. Yəni bunu da sizə göstərirəm ki, dediyim kimi qarışdırmayasınız. Baxaq, birinci hal A, B, A, B1, A. Bununla bu çox oxşuyur. Ardıcılığa baxaq. 1-2-ləri qarışdırmayın. Bax A, A, B, B, A, A, B, B, A, A. Bunlar arasındakı fərq nədir? Onu sizə deyim. Əgər dördüncü hissə, bax sayırıq. 1, 2, 3, dördüncü hissə hara düşür? B-yə düşür. Burada da həmçinin B-yə düşür. 1, 2, 3, 4. Əgər dördüncü hissə ikinci hissəni eyni ilə deyil. Gördüyünüz kimi bura B1 yazmışam. Əgər dördüncü hissə ikinci hissəni eyni ilə deyil, variasiyalı şəkildə, dəyişilmiş şəkildə təkrar edərsə, bu formaya 5 hissəli forma deyilir. Əsli 3 hissəli olduğuna görə 3-5 hissəli demək daha düzgündür. Bir də deyirəm, əgər dördüncü hissə ikinci hissəni, yəni orta hissəmizi, bizim orta hissəmizdir bu, eyni ilə deyil, variasiyalı şəkildə təkrar edəndə bu olur 3-5 hissəli forma. Birinci hal. İkinci halımızdan olur.
Əgər orta hissənin təkrarı, bax bu B1, orta hissəmiz hansıdır? B-dir. Əgər bunun təkrarı, yəni B1, orta hissəni eyni kanalda verərsə, onda olur ikili 3 hissəli forma, 2 qat 3 hissəli forma, qatlı forma. Həm A, həm B dəyişilir. Fəqət dördüncü hissə ikinci hissənin eyni tavanlığında keçir. Buna deyirik ikili 3 hissəli forma. Burada baxırsınız A dəyişmirdi. A eyni qalmışdı. Amma burada dəyişir. A1, A2 və başqa nə olurdu burada? Dördüncü hissəmiz ikinci hissəmizlə eyni kanalda olurdu. Əgər belə bir halla qarşılaşsaz, bunun adı olur ikili 3 hissəli forma. 3 hissəli hansı? Həm qatlı ola bilər, həm sadə ola bilər. Bunu nə təyin edirdi? Bax, bizim buranı hələ təkrar ayırıram. A, B, A. Bunlar necə qurulur? Əgər periodlardan qurulursa, o olur sadə. O zaman avtomatik bunlar da olur period. Yox, periodlardan yox, sadə 2 hissəli və yaxud 3 hissəli formalardan qurulursa, bilirsiniz. Onda olur qatlı 3 hissəli forma. Bax, o zaman ikili qatlı 3 hissəli forma olur. Yəni, bunu demək istəyirəm. Bu, həm sadə 3 hissəli forma ola bilər, ikili. Həm də qatlı 3 hissəli forma ola bilər. İkili sadə 3 hissəli, ikili qatlı 3 hissəli. İkili deyirəm buna. 2 qat deyək, biraz həm ikili, həm üçlü filan çətin olur. 2 qat daha düzgün olur. 2 qat 3 hissəli forma. Gəlirik nəhayət üçüncüyə. Türk rondosu. Nədir bu Türk rondosu? Bax, buranı başlamamışdan əvvəl sizə dedim. Epizod əvvəldə olur. Bu rondonun əsas göstəricisi odur ki, epizod əvvəldə olur. Əslində rondodur. Mən bu haqda rondo dərsində izah eləmək istəyirdim. İzah vermək istəyirdim. Fəqət orada mən istəyirəm dəqiq rondo formalarından danışım. Bu da rondodur. Amma burada dəyişiklik olur. Epizodu əvvəl atır. Yəni qeyri-ənənəvidir. Bizim dəqiq rondo, ənənəvi rondo dediyimiz rondo deyil. Ona görə fikirləşdim ki, bu Türk rondosunu bu dərsdə izah edeyim. Rondoya bənzər forma deyil. Bu rondodur. Yenə deyirəm, bəzi qaynaqlarda da refren əlavə edilmiş 3 hissəli forma kimi yazılır. Xüsusilə bu rondo alaturka, Mozart'ın. Sizə lap ilk dərslərimizdə yadıma gəlir. Demişdim ki, biz bu əsəri təhlil edəcəyik. Hazır sırası gəlmişkən təhlil edək. Strukturunu bura əvvəlcədən yazmışam. Epizod birinci gəlir. Bax, əsərin adına bax. Alaturka, türk üsulunda yəni. Türkə uyğun, türkvari, necə deyim, türk üsuluna uyğun. İmtahanlarda soruşurlar bəzən Alaturkaya niyə Alaturka deyilir? Bax, bu rondoya, Mozart'ın bu 11-ci Lə major sonatasının finalına niyə Alaturka deyilir? Bu türk sözü bəzi musiqişünaslar tərəfindən göz ardı edilir. Demişdim, yenə deyirəm. Onlar hesab edir ki, bu refren əlavə edilmiş 3 hissəli formadır. Bilmirəm, bu türk sözünü bilərəkdən göz ardı edirlər, yoxsa necə? Siz xatırlayırsınız, sizə kadensiyaları izah eləyəndə demişdim ki, dominantadan sonra qayda qanununa görə subdominanta gəlməz. Amma Haydn bu qanunu İngilis sonatalarının bəzilərində, bəzi yerlərdə pozub. Dominantadan sonra subdominantanı verib. Nəyə görə? Çünki o İngilis sonatasıdır. İngilis xalq musiqisində, İrland, İngilis, nə bilim, Şotland, o yörənin musiqisində bu xüsusiyyət var. Dominantadan sonra subdominant gəlir. O funksiya var. Ona görə Haydn, o kişi onu bilərəkdən, deməli, o əsərlərdə dominantadan sonra subdominanta verib. Həmçinin burada bax, Alaturka yazır. Bu əsərin qaynağı, formanın qaynağı türk mehtər marşlarıdır. Mehtər marşı bilirsiniz nədir? Türk mehtər marşlarının tipik ənənəvi forması rondodur, amma epizod əvvəl verilir. Refren sonra gəlir. Ona görə bu əsərə Alaturka deyilir. Demək, bizim bu eşitdiyimiz ilk material, ilk hissə bu epizoddur. Hardan bilirik epizod olduğunu? Çünki bitiş bununla bitmir. Rondolarda, həmçinin rondovari, rondoya bənzər, rondo şəkilli formalarda. Burada da baxdıq nümunələrə. Bax, bitiş həmişə A ilə bitir. Əvvəlkilərə də baxın, mütləq şəkildə bitiş A ilə başlayırsa, A ilə də bitir. Ona görə biz bu rondoya birazdan baxacağıq. Rondoda bitən hissə olur A. Bizim rondomuz bura ilə bitmir. Şimdi buna qulaq asaq. Tempini biraz artıracağım. Çünki onsuz da bilirsiniz, siz tanış musiqidir, ilk dəfə eşitmirsiniz. Sadə 3 hissəli formada bax, bu bizim birinci hissəmizdir, epizodumuzdur. B. Bura A, burası B, bu da A1. Bir balaca dəyişiklik var, variasiyalıq var. Nə oldu? Sadə 3 hissəli formada. Lə minordadır, öz tonalındadır. Daha doğrusu öz tonalında deyil, öz tonalı Lə majordur bunun. Çünki sonatamız özü də Lə majordadır. Yeri gəlmişkən həmçinin bax, tonallıqdan da buranın A olmadığını bilirik. Əsər özü də Lə majorda bitir, amma bax, minorla başlayır. Demək, bu nədirsə bizim epizodumuzdur, refrenimiz deyil. Növbəti hissəyə baxaq görək. A refrenimiz necədir?
Nəysə, təkrara ehtiyacı yoxdur. Bax, bu bizim refrenimizdir. Perioddur. 2 cümləli period. Refrenimiz oldu A. Davamında nə var? Tamam. Buna bəzi qaynaqlarda trio deyirlər. O trio deyil. Hər ortada görünən yeni bir materiala trio demək olmaz. Bu epizoddur, açıq-aşkar bilinir. Sadə 3 hissəli formada da ola bilər, amma trio olmaq məcburiyyətində deyil axı. Bu oldu C. Sadə 3 hissəli forma. Fa diez minor. La majorun paralel kanallığı minoru. Davamında nə gəlir? Bax, A yenə gəlir. Görək dəyişiklik falan varmı? Heç bir dəyişiklik də yoxdur. Ona görə A1 filan yazmırıq, elə A yazırıq. A-nın enisi də refrendir, la majorda da perioddur. Davam edirik, görək davamında nə var. Bura başlayır. Yəni ilk eşitdiyimiz epizodumuz səslənir. Qulaq asmayaq sona qədər. Eynidir, təkrardır. B1 filan yazmırıq. Əvvəl necə idisə, sadə 3 hissəli forma olaraq bütün hissələrə eynidir. Tamam, bu A, bu B, burası da yenə A1. Bundan öncəkinə baxaq, 3 hissəli formaya. Bax, bura birinci hissə, yəni A, buradan bura qədər B, orta hissəni deyirəm, bax bu C epizodu, sadə 3 hissəli formadaydı. Bu indi işarəli gördüyünüz yer B və davamında yenə A1. Burada da cüzi dəyişiklik var, ona görə A1, AB, A1. Harada qalmışdıq? Epizodumuzu ikinci dəfə eşitdik. Hərçənd ki, epizod bir dəfə eşidilir. İndi deyəcəm birazdan. Bitirə görək harada nə var. Sadəcə bəzədilib ritmik dəyişiklik var. Buna A1 demək, nə bilim, yazaq A1 yazaq. Cüzi dəyişiklik var. A1. Amma başqa heç nə dəyişmir. Nə tonal dəyişmir, cümlələr filan, hər şey eynidir. Sadəcə biraz bəziyib. Əslində biri silmək də olar, nəysə. Və sonra nə olur? Bağışlayın, burada volta var. Biz buna qulaq asmalıyıq. Bu nədir bəs? Bu da kod adı. Necə kod adı? Əvvəla baxın, uzundur. Kifayət qədər genişdir. Baxmayaraq ki, bu sətirlər arasında boşluq görürük, amma xanə saylarında saysaq görərik ki, uzun kod adı. Həm uzundur, həm tematik cəhətdən bağlıdır. Nəyə bağlıdır? Bax, bizim A1-imizə, refrenimizə. Həm sol əlimiz refrenimizlə eyni gedir. Həm də tonal baxımından la majordadır. Və istər-istəməz bu sonuna da baxsaq, oktavalı gediş filan elə bizim refrenimizə oxşuyur, A-mıza oxşuyur. Belə. Bunu deyəcəkdim. Epizod əslində bir dəfə keçməlidir. Bax, bizim əsl epizodumuz C-dir. B özü də refrendir. 2 refrenlidir bu. Türk rondolarının xüsusiyyəti budur. Türklərdə, Mehdər marşında, Osmanlıda rondo bu şəkildə istifadə olunur. B-lərə şərti epizod deyirik. Əslində epizod deyil, bu da refrendir. Köməkçi refren deyə bilərik. Əsas refrenimiz bu la majorda gördüklərimizdir. Ümid edirəm, aydın oldu. Belə, bu dərsimiz bu qədər olsun və bundan sonra biz dəqiq rondo formalarına başlayacağıq. Amma unutmayaq ki, bax, bu Türk rondosu deyə bir rondo növü var. Başqa rondo növləri var. Növ deyirəm də, növ sayılmaz. Məsələn, böyük rondo var, kiçik rondo var. Nə bilim, bir temalı var, tək temalı, çox temalı rondolar var. Rondolar haqqında artıq bu dərsdən sonra geniş məlumat ala bilərik. Sağ olun.